Yəni, adətən bir imperiyanın qurulmasından danışanda beynimizdə çox aydın bir mənzərə canlanır da. Yəni, əsrlərlə davam edən, nəsillərin qan təri ilə yoğrulan, yavaş və sistemli bir inkişaf mənzərəsi. Aha, yəni sanki nəhəng bir binanı kərpiç-kərpiç örürlər. Tarix dərsliklərindən də bizə bu aşılanıb. Ay sağur, biz həmişə bu ağır, belə deyək də, tədrici təkamül prosesinə öyrəşmişik. Xüsusən də söhbət böyük bir dövlət maşınını işə salmaqdan gedirsə. Və bu öyrəşdiyimiz mənzərənin əslində çox məntiqi bir əsası var. Çünki institutları yaratmaq, fərqli xalqları bir bayraq altında birləşdirmək, vergi sistemi qurmaq, bütün bunlar zaman tələb edən mexanizmlərdir. Düldür. Təsadüfi deyil ki, məhz 16-cı əsrin əvvəllərində Avropada krallar hələ də mərkəzləşdirilmiş dövlətin necə işləməli olduğunu anlamağa çalışırdılar. Feodalları necə nəzarətdə saxlamaq olar, bunun yollarını axtarırdılar. Amma bugün biz səninlə elə bir sənədlər, elə bir tarixi qaynaqlar yığınına daxil olacağıq ki, burada həmin o bayaq dediyimiz kərpiç-kərpiç qaydası sözün əsl mənasında partlayır. İşləmir yəni. Hə, tamamilə fərqli bir senaryo görürük orada. Bax, biz bugünkü təhlilimizdə Oqtay Əfəndiyevin o fundamental Azərbaycan Səfəvilər dövləti əsərini və o dövrün salnamələrini vərəqləyəcəyik. Və orada qarşımıza tamamilə qeyri-adi bir anomaliya çıxır. Bax, sən izləyicimiz bir anlıq təsəvvür et. Sən 14, ən uzağı 15 yaşlarında bir yeniyetməsən. Yəni hələ tam formalaşmamış bir gənc. Bəli. Ətrafında sadəcə sənə sadiq olan bir qrup insan var və sən cəmi bir neçə il ərzində bütün şərq dünyasını titrədən, xəritələri sıfırdan cızan nəhəng bir imperiya inşa edirsən. Özdə Ağqoyunlu kimi böyük bir dövlətin xaos və daxili çəkişmələrdən dağıldığı bir vaxtda. Çox çətin bir dövrdür, hə? Modelinə bənzədirəm. Yəni, gənc bir komanda gəlir və hantallaşmış köhnə korporasiyaları darmadağın edib öz yeni, çevik sistemini qurur. Startup bənzətməsi əslində mexanizmi anlamaq üçün çox uğurludur məncə. Amma kiçik bir fərqlə, bu startupda rəqabəti uduzmaq, iflas etmək deyil, birbaşa başından olmaq deməkdir. Canınla ödeyirdin yəni. Yəni, bazar çox amansız idi, hə? Tamamilə. İsmailin bu sürətli yüksəlişinin sirrini anlamaq üçün onun ətrafındakı o komandanın kimliyinə və necə işlədiyinə baxmalıyıq mütləq. Oqtay Əfəndiyev bunu çox yaxşı açır. Ənənəvi ağır hərbi strukturların əvəzinə İsmailin arxasında qızılbaş tayfaları dururdu. Hansı tayfalar idi bunlar əsasən? Yüksək dərəcədə mobil idilər, sürətli qərarlar verə bilirdilər və hamısı eyni məqsədə xidmət edirdi. Aha. Və məhz 501-ci ildə bu sürət və fədakarlıq hesabına Təbrizə daxil olub İsmailı şah elan etdilər. Gözlə, gözlə. Burada mənim üçün həmişə biraz məntiqsiz görünən, daha doğrusu maraqlı qalan bir məqam var. Bax, sən 14 yaşlı bir uşaqsan da, düzdür? Hə. Qarşındakılar isə həyatını at belində, döyüş meydanlarında keçirmiş, o qürurlu, çox sərt tayfa başçıları, qocaman sərkərdələrdir. Sualım odur ki, niyə bu boyda hərbi gücə malik olan tayfa liderləri bir yeniyetmənin sözünə qeyd-şərtsiz inanırdılar? Niyə ona tabe olurdular? Bu sadəcə siyasi bir gediş idi. Yoxsa burada başqa bir psixoloji mexanizm işləyirdi? Bax, bura məsələnin ən həlledici, ən maraqlı nöqtəsidir. Çünki Qızılbaş əmirləri İsmaila sadəcə bacarıqlı bir uşaq, yaxud siyasi bir lider kimi baxmırdılar. İsmail onlarla davam edən çox güclü bir ideoloji layihənin Səfəviyyə təriqətinin zirvəsi idi artıq. Yəni nəsillikcə gələn bir inanc var idi? Bəli, ondan əvvəlki nəsillər, yəni Şeyx Cüneyd və Şeyx Heydər artıq bu tayfaların şuuruna elə bir inanc toxumu səpmişdilər ki, İsmail onların gözündə sıradan bir insan değildi. O, həm dini mürşid, həm də Allahın yer üzündəki nümayəndəsi, bir növ Məhdi kimi qəbul edilirdi. Yəni, o qoca sərkərdələr bir uşağa yox, əslində inandıqları ilahi bir missiyaya tabi olurdular. Aydındır, deməli burada inanc faktoru hərbi gücü tamamilə legallaşdıran əsas alətdir, adamı ilahiləşdirirlər. Düzdür. Amma bilirsən, bu mövzuda qaranlıq qalan başqa bir məsələ də var. Qərb tarixçilərinin, hətta bugün bəzi populyar mənbələrin Səfəvilər dövlətini necə adlandırdığına baxanda adam sözün açığı çaşbaş qalır. Çox vaxt bunu Fars imperiyası kimi təqdim edirlər. Hə, bu ən böyük stereotiplərdən biridir.
Axı sən bayaq tayfaların adlarını çəkdin, Əfşar, Qacar, Ustaçlı və s. Bunların hamısı türk tayfalarıdır. Hərbi qüvvət türkdür, liderin özü bu mühitdən çıxıb. Bəs bu Fars imperiyası damğası hardan yaranıb axı? Bu, sözün düzü, tarixin ən maraqlı ironiyalarından biridir. Və Oqtay Əfəndi öz tədqiqatında məhz sənədlərlə bu stereotipi çox gözəl darmadağın edir. Gəl o dövrkü dövlətin daxili iyerarxiyasına baxaq. Aha, necə idi sistem? Dövlətin onurğasını, yəni ordu və ali siyasi rəhbərliyi tamamilə qızılbaş əmirləri təşkil edirdi. Yəni, qılınc tutan və əsas qərarları verən qüvvə Azərbaycan türkləri idi. Bəs fars dilli əhali, yəni mənbələrdə taciklər adlandırılan qrup, hardaydı? Onların rolu nə idi bəs? Onlar sadəcə dəftərxanalarda, maliyyə və bürokratiya işlərində otururdular. Yəni, dövlətin mühasibatlığını, qeydiyyatını filan aparırdılar. Ciddi deyirsən? Yəni bir növ belə deyək də, biz döyüşə gedirik, siz bizim hesabatları yazın yanaşması. Tamamilə. Qızılbaş əmirləri fars əhaliyə hərbi işi ümumiyyətlə yaraşdırmırdılar və sənədlərdə açıqca görünür ki, onlara yuxarıdan aşağı baxırdılar. Orduda onların yeri yox idi. Hətta 1-ci Şah İsmail dövlətin, sarayın, ordunun və hərbi şuraların rəsmi dilini məhz Azərbaycan türkçəsi elan etmişdi. Bəs onda qərb tarixçiləri niyə bu cür yanlışlığa yol verib? Çox sadə bir səbəb var. Avropadan gələn səyyarlar, elçilər və ya tacirlər adətən döyüş meydanındakı o sərt qızılbaş əmirləri ilə oturub durmurdular. Onlar daha çox saraydakı o fars dilli bürokratlarla, katiblərlə ünsiyyətdə olurdular sənəd işlərinə görə. Aha, aydındır. Rəsmi danışıqlar onlarla aparılırdı. Bəli, üstəlik regionun coğrafi olaraq əsrlər boyu Qərbdə Persiya adlandırılması bu etnik kimliyin üstünü tam örtmüşdü. Amma reallıqda hakimiyyət həm etnik, həm də siyasi baxımdan qatı bir Azərbaycan türk dövləti idi. Bu detallar doğrudan da mənzərəni tamamilə dəyişir. Deməli, qılınc türkün əlində idi, sənədləşmə isə fars dilində aparılan bir bürokratiyada, amma bir dövləti, özü də fərqli inanc və mədəniyyətlərin olduğu belə böyük bir coğrafiyanı sadəcə qılıncla və bürokratiyayla bir yerdə saxlamaq mümkün deyil axı. Əlbəttə, daha böyük bir yapışdırıcı qüvvə lazımdır. Burada Şah İsmailin dini necə güclü bir siyasi silaha çevirdiyini görürük məncə. Taxta çıxan kimi İmami şiəliyini dövlətin rəsmi dini elan etməsi yəqin ki, sadəcə onun şəxsi inanc məsələsi deyildi, elə deyilmi? Qətiyyən yox. Bu, son dərəcə praqmatik və həlledici bir siyasi sərhəd çəkmək gedişi idi. Fikirləş ki, ətrafda nəhəng sünni dövlətləri var. Qərbdə Osmanlı imperiyası, şərqdə isə Şeybanilər. Hər iki tərəfdən sıxışdırılır yəni. Bəli, özünü onlardan fərqləndirmək, öz əhalisini vahid bir ideologiya ətrafında sıxı birləşdirmək üçün şiəlik mükəmməl bir mexanizm idi. Mənbələrdə çox maraqlı bir detal var. İsmail taxta çıxandan dərhal sonra yeni sikkələr kəsdirir və bu sikkələrin üzərində Əli Allahın dostudur yazısını, həmçinin 12 imamın adını həkk etdirir. İndi sən bunu dedin, bu məqam mənə müasir dövrün o kütləvi kommunikasiya texnologiyalarını xatırlatdı birdən-birə. Bax, sən bir düşün, o vaxt nə sosial şəbəkə var, nə qəzet var, nə də televiziya. Heç də yoxdur, hə? Bəs sən kütlələrə öz mesajını hər gün çatdırmağın, öz o legitimliyini hər bir evin içinə salmağın yolunu necə taparsan? Ən sadə və təsirli yol nə ola bilər? Təbii ki, hər kəsin cibində gəzdirdiyi, bazarda hər gün toxunduğu pul. Tamamilə razıyam. Çox dəqiq analogiyadır. Bugün alqoritmlər bizim beynimizi necə proqramlaşdırırsa, o vaxtda sikkələrin üzərindəki yazılar əhalinin şuurunu eləcə proqramlaşdırırdı məncə. Bu sadəcə dahiyanə bir ictimaiyyətlə əlaqələr, yəni PR strategiyasıdır da. Sənin bu PR təşbihin əslində İsmailin niyə bu qədər güclü fanatik dəstək qazandığını çox yaxşı izah edir. İnsanlar ona vergi yığan adi bir bürokrat və ya sıradan bir kral kimi baxmırdılar artıq. O, ilahi qüvvəyə malik bir xilaskar idi onlar üçün. Biraz da kult lideri kimi, elədir? Bəli, bəli. Bax, Venesiya səyyahlarının xatirələrində qızılbaşların döyüşə necə girdiyi çox incə təsvir olunur. Onlar qoruyucu zirehlərdən çox vaxt imtina edirdilər. Təsəvvür elə zirehsiz döyüşə girirlər. Çox qorxuludur axı bu. Amma qorxmurdular. Döyüşə şahın adını zikr edərək belə vəcdə gəlmiş halda atılırdılar. Onlar doğrudan da inanırdılar ki, şah onları qoruyur və güllə onları tutmaz. Və bu psixoloji vəziyyəti yaradan ən güclü alətlərdən biri də poeziya idi.
Xatai təxəllüsü ilə yazılmış o şeirlər, Aha, o məşhur divan. məhz o divan. Bax, o şeirlər sarayda oxunan belə sakit, lirik, romantik qəzəllər deyildi qətiyyən. Bu şeirlər qızılbaş əskərləri arasında dildən dilə, çadırdan çadıra gəzən əsl siyasi manifestlər idi sanki, hərbi marşlar idi. Özü də insanların başa düşdüyü dildə. Ay sağ ol. İsmail bu şeirləri birbaşa əskərlərin ana dilində, yəni Azərbaycan türkçəsində yazırdı. Nəticədə əskər öz liderinin həm ilahi mesajını, həm də döyüş əmrini öz doğma dilində, şeir kimi, ritmik şəkildə eşidirdi. İdeologiya emosiyaya, emosiya isə döyüş meydanında o dediyimiz kör-körana cəsarətə çevrilirdi. Deməli, qarşımızda sadəcə qılınc oynadan bir sərkərdə yox, sözün qüdrətini və kütlə psixologiyasını mükəmməl bilən bir strateq var. Belə deyək, sadiq tayfalar orada, ilahiləşdirilmiş lider burada, durmadan gələn qələbələr hər şey qüsursuz işləyir də. Hər şey saat kimi işləyirdi. Bəs onda bu məğlub edilməzlik mifi necə çilik-çilik oldu? Nə oldu ki, bu nəhəng inanc maşını 1514-cü ildə o məşhur Çaldıran döyüşündə amansıcasına divara çırpıldı? Mənbələr bu toqquşmanı bizə necə izah edir? Əslində mənbələrə dərindən baxanda görürük ki, bu döyüş romantik bir qəhrəmanlıq dastanı falan deyil. Bu, çox soyuq, riyazi bir texnologiya dərsidir. Nə mənada texnologiya dərsi? Meydanda sadəcə iki fərqli imperiya yox, iki tamamilə fərqli hərbi konsepsiya üz-üzə gəlmişdi. Bax, Osmanlı Sultanı 1-ci Səlimin ordusunda 100 mindən çox əskər, mükəmməl təlim keçmiş yeniçərilər və ən əsası Avropa tipli odlu silahlar, 300-ə yaxın ağır top var idi. İsmailin ordusu isə İsmailin ordusu isə yəqin ki, elə o bayaq danışdığımız ilahi inanca, qılınca, nizəyə və ənənəvi fərdi şücaətə güvənən süvarilərdən ibarət idi, düzdür? Bəli, və Sultan Səlim bu ənənəvi süvari hücumunu dayandırmaq üçün çox rasional, hətta demək olar ki, mühəndislik səviyyəsində bir taktika işlətdi. O, cəbhə xəttində topların qarşısına bir-birinə qalın zəncirlərlə bağlanmış dəvələr və arabalar düzdürdü. Tamamilə. Bu, qızılbaşların o qarşısı alınmaz, sürətli atlı hücumunun qarşısına çəkilmiş mexaniki və keçilməz bir divar idi yəni. Bax, sən o mənzərəni bir anlıq təsəvvür etməyə çalış. Qızılbaşlar adətləri üzrə şax, şax deyə bağıraraq, heç bir qorxu bilmədən atlarını irəli sürürlər. Və qarşılarında o qılıncla kəsə bilməyəcəkləri dəmir zəncirlər və eyni anda açılan yüzlərlə top atəşi. Dəhşətli bir səhnədir doğrudan da. Bu, əslində ənənəvi döyüş sənətinin sənaye dövrünün maşınları ilə çox amansız toqquşmasıdır. Yəni, sənin cəsarətin, qürurun, o qəlpələrin qarşısında riyazi olaraq sadəcə əhəmiyyətsizləşir də. Yaxşı, mənim başa düşmədiyim bir şey var. Bəs nəyə görə Şah İsmail kimi ağıllı bir strateq ordusuna əvvəlcədən top və ya tüfəng almamışdı? Pulmu yox idi onlarda, yoxsa başqa səbəb var? Pul məsələsi deyildi qətiyyən. Bunun həm texniki, həm də psixoloji səbəbləri var idi. Bax, texniki tərəfi odur ki, qızılbaş tayfaları köçəri, son dərəcə sürətli və daim manevr edən bir orduydu. Ağır topları o dağlarla, vadilərlə ardınca daşımaq onların hərbi ənənəsinə tamamilə yaddı. Bu, onların ən böyük silahını, yəni sürətlərini öldürürdü. Aha, taktikaya uyğun gəlmirdi. Psixoloji tərəfi isə odur ki, o dövrün atlı cəngəvərləri, xüsusən də qızılbaşlar, odlu silahı, yəni topu tüfəngi, sadəcə qorxaqların silahı hesab edirdilər. Onlar üçün düşmənin gözünün içinə baxmadan, uzaqdan atəş açaraq adam öldürmək mərdlikdən, kişilikdən sayılmırdı ümumiyyətlə. Yəni, qürur məsələsi idi bu. Bəli. Lakin Çaldıran sübut etdi ki, texnologiya tayfa qürurunu heçə sayır və bu məğlubiyyət tayfa prinsipləri üzrə qurulmuş mərkəzləşdirilmiş nizami ordusu olmayan bir strukturun zəifliyini bütün çılpaqlığı ilə ortaya qoydu əslində. Yəni, bu məğlubiyyət sadəcə bir ərazi itkisi deyildi də, bu həm də o məğlub edilməz Məhdi mifinin çilik-çilik olması idi məncə. Çaldırandan sonra Osmanlılar Təbrizi qısa müddətə işğal etdilər, o böyük xəzinəni və ən acınacaqlısı da minlərlə ustadi sənətkarı özləri ilə alıb apardılar. Belədir, çox böyük bir itki idi dövlət üçün.
Amma mənim üçün məsələnin ən həll edici nöqtəsi məhz bundan sonra başlayır. Çünki mənbələr deyir ki, Şah İsmayıl bu məğlubiyyətdən sonra heç vaxt əvvəlki kimi olmadı. Qara geyindi və bir daha böyük fəthlərə, müharibələrə çıxmadı. Çox adam bunu sadəcə belə bir depressiya kimi şərh edir. Amma gəl biraz məntiqlə düşünək. Aha. O ilahi məğlub edilməzlik mifi artıq yox idisə, imperiyanın dağılmamasının tək yolu strategiyanı kökündən dəyişmək deyildimi bəyəm? Yəni, o bəlkə də məcburiyyətdən, hərbi ekspansiyadan, dövlət quruculuğuna və mədəniyyətə doğru bir keçid etdi. Bu ola bilərmi? Məncə çox dəqiq müşahidədir. Çaldıran artıq sübut etdi ki, dövləti sadəcə qılıncla və dini vəclə idarə etmək dövrü tamamilə bitib. İndi sənə institusional legitimlik lazımdır. Və sənədlər bizə aydın göstərir ki, İsmayıl ömrünün son 10 ilini imperiyanı daxildən bərkitməyə, iqtisadiyyatı dirçəltməyə həsr etdi yəni. Bu da öz nəticəsini verdi yəqin ki. Təbii ki. Bu, Təbrizin necə möhtəşəm bir şəhərə çevrilməsində özünü dərhal göstərdi. Oqtay Əfəndiyevin də xüsusilə qeyd etdiyi kimi, sənətkarlıq və ticarət inanılmaz dərəcədə inkişaf etdi o dövrdə. İsmayılın sarayı sanki bir anlıq İtaliya intibas dövründəki Lorenzo Medici'nin o məşhur sarayını xatırladırdı. Nə maraqlı müqayisədir. Yəni qılıncdan qələmə, fırçaya doğru tam bir transformasiya baş verdi. Tam olaraq belə oldu. Şahın o Darül-İrşad adlanan mərkəzi var idi ya, o təkcə dini yox, həm də nəhəng bir mədəniyyət, fəlsəfə və incə sənət ocağı idi əslində. Məsələn, Kamaləddin Beyzad, Sultan Məhəmməd kimi rəssamların cəmləşdiyi o məşhur Təbriz miniatür məktəbi dünya incəsənətinə şədevlər verirdi həmin illərdə. İncəsənət öz yerində, bəs iqtisadiyyat necə dirçəldi? Digər tərəfdən isə iqtisadiyyat xüsusən də Azərbaycan ipəyi beynəlxalq bazarın ən bahalı və ən arzulanan məhsuluna çevrilmişdi. Avropalılar, Ruslar, Venezyalı tacirlər Səfəvi bazarlarına axışırdı sadəcə. Dövlət artıq yalnız müharibə və qənimətlə deyil, qlobal ticarət şəbəkəsinə inteqrasiya ilə ayaqda qalırdı. Aydındır, cəmiyyət inkişaf edir, belə deyək, ticarət qaynayır, mədəniyyət çiçəklənir, amma bütün bu nəhəng, mürəkkəb mexanizmi daxildə idarə etmək üçün, o bayaq dediyimiz tayfa başçılarının bir-birini yeməməsi üçün bu hökumət gündəlik olaraq necə işləyirdi? Bu çox ciddi bir məsələ idi, hə? Çünki biz bilirik axı ki, bu tayfaların hər biri özlüyündə silahlı, çox böyük bir gücü idi. İsmayıl bu gündəlik siyasi balansı necə qoruyurdu? Hamısını necə sakitləşdirirdi? Bax, Səfəvi bürokratiyası əslində o fərqli güc mərkəzləri arasında daim hərəkətdə olan mürəkkəb bir tərəzi kimi işləyirdi. Mərkəzi aparatda bir neçə sütun vəzifə var idi. Ən yuxarıda vəkil dururdu, şahın tam hüquqlu muavini. Bir növ bürokratik mənada baş nazir idi. Sonra isə əmir əl-ümara gəlirdi, yəni silahlı qüvvələrin baş komandanı. Və təbii ki, yazılmamış qanunlara əsasən bu vəzifə ancaq qızılbaş türk əyanlarına verilirdi. Heç kimə verilə bilməzdi başqa. Aydın məsələdir. Bundan başqa Qorçibaşı var idi, şahın şəxsi qvardiyasının rəisi. Və bir də dini ideoloji məsələlərə, eləcə də vəqf torpaqlarına nəzarət edən sədr vəzifəsi var idi. Bütün güc bu dördü arasında bölünürdü. Bir dəqiqə. Yəni, sən demək istəyirsən ki, hərbi güc bir adamın, ideoloji dini nəzarət başqa adamın, icra edici hakimiyyət isə digərinin əlində idi. Bəli, məhz belə idi. Bu, mənə müasir dövlətlərdəki o qüvvələr ayrılığını xatırlatdı lap. Amma çox ciddi bir fərqlə, burada konstitusiya yoxdur axı. Bu, sanki hər an partlaya biləcək bir barıt çəlləyi idi məncə. Əgər o komandalardan biri çox güclənsəydi, şah çox güman ki, dini rəhbəri və ya vəkili onun üstünə qaldırardı da, balansı qorumaq üçün, eləmi? Sənin o barıt çəlləyi bənzətmən reallığın tam mərkəzindən vurur əslində. Çünki zahirən strukturlu görünən bu sistemin arxasında qanunun aliliyi yox, tayfalar arası rəqabət, bitmək bilməyən intriqa və ən əsası da şahın şəxsi xarizması dayanırdı. Yəni, tək bir adamdan asılıdır hər şey.
Tayfalar daim bir bilirov, vəkil və ya əmir əl-ömərə vəzifəsi uğrunda açıq və ya gizli formada savaşırdılar. İsmail isə ustalıqla bir tayfanı digərinə qarşı daim tarazlıqda saxlayırdı. Sistem tamamilə liderin o ilahi və hərbi avtoriteti üzərində qurulmuşdu yəni. Əgər şah zəifləsəydi, Bütün dövlət o tayfaların bir-birini didməsi ilə daxildən çökəcəkdi dərhal. nə qədər maraqlı və mürəkkəb bir sistem olub əslində. Bax, biz bugün səninlə bu qədər detallı danışdıq da, düzdür, tayfalardan, poeziyadan tutmuş toplara və bürokratik intriqalara qədər xeyli şey incələdik. İndi isə o qulaqcığı taxıb bizi yolda, işdə və ya evdə dinləyən sənə müraciət etmək istəyirəm birbaşa. Niyə biz bugün məhz bu təhlildə mövzunun bu qədər dərinliyinə getdik sənə görə? Yəni bu detallar niyə vacibdir? Bəli, niyə Şah İsmailin necə hökmranlıq etməsinin mexanizmlərini, niyə o qanlı döyüşləri belə incəliklərinə qədər təhlil etdik? Səbəbi budur. Çünki tarix sadəcə muzeylərdə tozlanan köhnə sənədlərdən ibarət deyil. O, birbaşa sənin bugün yaşadıklarının arxasındakı səbəbdir. Çox haqlısan. Bax, bugün fəxr edərək oxuduğun o Xətai, Füzuli şeirləri var ha, bizim indi sərbəst danışdığımız bu dilin o vaxtki rəsmi statusu, hətta yaxın şərqin bugünkü hazırki geosiyasi xəritəsi, bütün bunlar məhz o 16-cı əsrin fırtınalı illərində atılmış konkret qərarların nəticəsidir. Və Oqtay Əfəndiyevin əsəri, eləcə də salnamələr bizə bir daha sübut edir ki, Səfəvi dövləti sadəcə qılıncla qurulmamışdı. O, çox mürəkkəb bir idarə etmə fəlsəfəsi, mükəmməl təbliğat mexanizmi və mədəniyyət vasitəsilə var oldu və tarixə həkk olundu. Tamamilə razıyam səninlə. Bu cür tarixi epizodlar bizə əyani şəkildə sübut edir ki, böyük nailiyyətlər bəzən ən ağlasığlaz o fırtınalı şəraitlərdə fərqli alətlərin istər qılınc olsun, istərsə də qələm, çox ustalıqla idarə edilməsi sayəsində başa gəlir. Yəni, tək bir vasitə ilə imperiya saxlamaq olmur. Bax, elə yekunlaşdırmadan öncə, mən səni tam da bu nöqtədə maraqlı bir sualla baş-başa buraxmaq istəyirəm. Bax, sən bayaq danışdığımız o həlledici qırılma nöqtəsini, çaldıranı bir anlıq düşün. Mənbələrdən çox aydın oldu ki, qızılbaşların odlu silahı yox idi, çünki o ənənəvi tayfa qüruru, o cəngavərlik mərdliyi buna icazə vermirdi onlara. Bəs əgər Şah İsmail o ənənəvi qüruru bir kənara qoyub, çox praqmatik bir lider kimi, vaxtında ordusuna Avropa toplarını və tüfənglərini daxil etsəydi necə olardı? Doğrudan da maraqlı ehtimaldır. Bugün regionun, bəlkə də bütün şərqin mənzərəsi necə görünərdi onda? Yəni, keçmişin doğrularına kor-koranə sadiqlik, yoxsa reallığı vaxtında dərk edib qəbul edilən o innovasiya? Sən öz həyatında, öz startapında və nə bilim, öz karyeranda hansı yolu seçərdin? İnnovasiyanı, yoxsa o toxunulmaz cəngavər qürurunu? Bax, bu doğrudan da düşünməyə dəyər bir məsələdir. Növbəti dəfə mövzunun dərinliklərində görüşənədək özündən müğayyət ol.